Cib soymaq üçün adam öldürmək ola bilər. Bəs nə üçün Qəmərli nəfəsini dərməmiş evdən çıxıb? Özü də tək. Prokuror da dedi bunu. Ürəyi ağrıyıb. Tutaq ki, yaxşı, bəs niyə evin qabağında gəzişməyib? Niyə vağzaldan gəldiyi yolla geri qayıdıb? Niyə? Buyurun. Hələ ki yatmayıb saray oğul. İcazə ver. Kürəyi bankalıyım. Deyəsən, bunların həkimi də sənsən, ha, Fəttat dayı. Çıxart. Çıxart Maykovu. Sən də mənim oğlum. Uzan. Bax, belə. Bax, belə. Qayda belədir ki, banka qoyulandan sonra gerek küçüyə zada çıxmayasan, ha? Kefdən danışırsan, Fəttat dayı. Bəs iş nə olsun? Belə, bax, gör nə yaxşı tutur. Yamanca soğuqlamısan abla. Yuxarıdakılar yaman yandırır. Eybi yoxdur. Azarı canından çıxarır da, vaxtı yələndə götürəcəyim. Lap xəcalət verirsən, Fəttat dayı. Xəcalətli düşmanlı olsun, ay oğul. Soğal mürəbbəsidir. Götür iş, cana faydası var. Bax, gör nə yaxşı tutur. Fəttat dayı. Bəli. İmaş harda işləyir? Hansı imaş? Safra müəllimənin qardaşı. Əslində qalsa heç yerdə. Niyə? Nə bilim, belə bir təhər uşaqdır. İçirdi, cəmaata sataşırdı, axırda ev yardı tutdular. Bir neçə gətandan sonra, indi qayıdıb, heç yerdə işləmir. Çox sağ ol, Fəttat dayı. Dəyməz. Gecən xeyrə qalsın. Xeyrə qarşı. Yat bala. Danışır basır. 34 min ton ağ qızıl. Pambığın yığılması, qurudulması və daşınmasının dəqiq təşkili müvəffəqiyyət qazanmağa kömək edir. Hər bir pambıq yığan 2 bardanla. Salam, sabah sizə. İmaşın evini tanıyırsınız? Bəli, Bora sürün. baş üstə. Hara belə? Məktəbə gedirəm. Bilirəm o nə məktəbdir. Yenə o intelligentlə verilənməyə gelirsən. Sənə dedim ki, məktəbə gedirəm. Yaxşı get, amma yadında saxla. Öz başına qız ya halbaçıya gedər ya zurnaçıya.
Sabahın xeyir. Görürəm bugün danışmaq fikrin yoxdur. Mən gedə bilərəm. Onsuz da sabah qayıdacaqsan da nəçənlik. Yox, sabah qayıtmayacağım. Səni çağırtdıracağım. Hardan bildin mən nəçənlikəm? Sizləri çox görmüşəm, görən kimi tanıyıram. Deməli onda mətləbə keçə bilərik. Keçən ayın 25-də gecə hardaydın? 25'inde. İşsiz güçsüz adamam, ne bileyim harda verirlerdi nəçənlik. Ayın 25-də Fazil Qəmərlinin əmisi öldürülən gecə hardaydın? Saat 12 ilə 1 arasında. Evdeydim. Yatmışdım. Evinizdəkilər bunu təsdiq eləyə bilər. Bacını deyirəm. Bacımla işin olmasın. O benim tayım değil, temiz adamdı. Yaxşı. Sağ ol. Yaxşı fikirlər. Yalan hələ heç kimə kömək eləməyib. Ha, bilirəm kimin işləridir bu. Hamısı o müəllimin işləridir. Ama bundan bir şey çıkmaz, ben onu xəbərdar eləmişəm. Neçə yaşın var? 40 yatıb. Necə deyim? Niyə özünü uşaq kimi aparırsın? Bəs deyil. Əgər yolun bir də bizim tərəflərə düşsə, hər şeyi ölçüb biçməyə vaxtın çatar.